Onlar artıq nəticələr elan olundu və hər kəs toplam nə qədər bal olduğunu demək olar ki, qismən bilir. Mən də bu videoda istədim ki, həm sizlərə nə qədər bal topladığımı deyim, həm də ki, bu bala çatana qədər hansı etaplardan keçdim bu haqqda danışım. 25 avqust mənim artıq bütün hazırlıqlarım başlamışdı və həqiqətən hazırlıqlar necə başladığını heç özüm də bilmədim. Bir anda 11-ci sinifin içinə daxil oldum kimi bir şey oldu və elə günlər oldu ki, həqiqətən çox pis oldum, çox ağladım. Deyərdim ki, 11-ci sinif abituriyenti üçün sanki həyatın heç bir rəngi qalmamışdı. Həyat sadəcə kitablardan, hazırlıqlardan, PDF-lərdən ibarət idi mənim üçün. Bəzən elə olurdu ki, o qədər bezirdim ki, oxumaq belə istəmirdim, artıq əylənmək istəyirdim. Amma sonra özümə deyirdim ki, yox, sən əgər möhtəşəm bir həyat istəyirsənsə, bu çətinliklərdən keçməlisən. İstədiyin aysını görmək üçün sən bu yollardan keçməlisən. İmtahan günü. 8 dəqiqə falan qalıb ona. İmtahan bitdi, evə gəldim. İndi yoxlayacağım oturub. Ağlamaq istəyirəm. Şükür Allaha, məncə pis keçmədi. Və artıq o gün gəldi. Tam bloka hazırlaşırıq və bu dövrdə də həqiqətən çox yoruldum. Özü sadəcə 3 fən olduğu üçün və 3 fəndə mükəmməl bilməli olduğum üçün işlər həqiqətən çox çətin idi. Və günlərin bir günü bildirim gəldi ki, buraxılış nəticələri elan olunub. Nəticəmdən olduqca razı idim, çünki mən bilirdim ki, mənim riyaziyyatım zəifdir, ona görə sadəcə deyirdim ki, 200 plus olsun. Və imtahana son 25 gün qalmışdı və həqiqətən çox stressliydim. Yəni artıq tipimdən də məncə anlaşılır hər. 3 gün sonra da Diminos keçirdiyi sınaqdan. İlin başında 29-28 olan tarixim indi 25-26. Bəli, bəzən belə anlar da oldu. Amma belə vaxtlarda heç vaxt özümü geri çəkmədim. Çünki öz-özümə deyirdim ki, sən neçə ildir çalışırsan sırf bu yol üçün. Bugün yenə Aysun görürsünüz, amma bu səfər sizin ürəyinizi qaraltmayacağam. Yaxşı yazmış, 400-dən 300 plus gözləyirəm. 305 falan gələcək. Nəysə, amma bu dövlət imtahanı deyildi. Dövlət imtahanı 24 maydı və dövlət imtahanı 12 gün qalıbdı və o qədər tükənmişəm. Amma çox qəşəng görünürəm, məsələn, cıvıl-cıvıl görünürəm, amma içim qan ağlayır. Həqiqətən o qədər yorulmuşam ki, kitabların içində artıq üzürəm. Əslində demək sınağı tam ürəyim istəyən kimi keçməmişdi. Çünki yəni gözlədiyim nəticə o deyildi. Daha yaxşı yazacağımı düşünürdüm. Ona görə də davamlı şəkildə çalışmağa davam etdim yenə də. Saat 9-dan bəri dərs təkrarladım, səhər 9-dan bəri və aralıqda tabii ki, mola verdim. Təkrarladım, əlimdən gələn ən yaxşısını elədim. Ümid edirəm ki, yaxşı olar. Bu son imtahandır. Əslində bundan sonra ikinci şans da var, amma o ikinci şansa qalmaq istəmirəm. Elə hədəfimdən buradan çatıb. Göndərmişəm. Əslində çox göndərmişəm, amma indi evdə heç kimə deməyəcəm çıxdığını özüm baxıb sonra eləyəcəm. Baxın, deməsi paylaşıb. Nəticələr elan olunub. Göndərmişəm, cavab gəlməyib mənə. 340 basma var ya da 330 basma var. Bütün ayət təcrübəsi. Bismillahirrahmanirrahim. Allahu la ilahe illallah. Bu da artıq əziyyətin, əzmin və səbrin sonunda uğurlu nəticəsi. Həqiqətən balımdan çox razı qaldım. Mənim əslində hədəfim 520 bal idi. Gözlədiyimdən də daha çox yığdım və sonda mən hansı ixtisası seçəcəm?